Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub. Cəbrayıl rayonu Horovlu kəndi bugün 18 aylı olmaqla 66 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinç gözyaşları ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Ailələr qarşılandıqdan sonra onlara anam əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar. Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 aylı olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 aylı olmaqla 607 nəfərin məskunlaşması təmin olunub. Çox şükür olsun, bu günü bizə yaşadan Allaha həmd olsun. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə Allah can sağlığı versin. Çox gözəl hissdir, çox sevindik, öz kəndimizdəyik, öz elimizdə, öz obamıza qayıtmışıq. Horovlu yenidən qurulan Horovludur, hər şey gözəl, məktəbimiz, bağçalarımız, evlər çox gözəl, hər şey əladır. Onlar Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Həcər Həsənova, Aydın Yavərzadə, Qurban İsmailov, bu gün informasiya proqramı üçün.